Hacıqabul şəhər Farid Cəbrayılov adına 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Süleymanlı Fidan. İlğim poemasında olan bir parçanı səsləndirəcəyəm. Hürüklü bir qız idim. Yaşım 11-12. O zamanın üstündən illər keçməyib sanki. Yaddaşımda Şuşanın xatirəsi canlanır. Uşaqlıq günlərimin kövrək duyğusu yanır. Aranın istisindən yaylağa köç edərdik. Hacıkəndə, Şuşaya, Çuxur yurda gedərdik. Xatirəmdə Şuşanın gözəlliyi uyuyur. Gözlərimin önündə canlı lövhəsi durur. Qorxulu dağ yolları, sıldırım qayaları, daş döşənmiş küçələr, adlı adsız bulaqlar. Qumru xala təndirdə əlçim çörək yapardı. Yaxşı qızarsın deyə üzünə süd atardı. Ətrafa dağ yelinin nəfəsi yayılardı. Təzə biçilmiş otun qoxusu duyulardı. İsa bulağı hər vaxt qələbəlik olardı. Uzaq yaxın yerlərdən qonaqları olardı. Qoyunlar kəsilərdi, məclislər qurulardı. Ətirli dağ otları kababa vurulardı. Biz uşaqlar baxmazdıq tökülən yeri yemişə. Meşəni boyayardıq qışqırığa, gülüşə. Saxlaya bilməzdilər bizi süfrə başında. Gizlən paç oynayardıq ağacında, daşında. Kolların arasında gəzib moruq dərərdik. Hər çiçəyin rəngində bir möcüzə görərdik. Gecə quşlarla yatıb, quşlarla oyanardıq. Səhərin günəşində şəfəqə boyanardıq. Atam sağlam, hörmətli, anam gənc və gözəldir. Ömrün xoşbəxt çağları, ah, necə də gözəldir. O bəxtəvər günlərim nə tez ötüşdü getdi. Zamanın axarında vaxt elmində itdi. Və bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Bakı şəhəri, Abşeron rayonu, Qobo qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Əliyeva İnci Samir qızı. Mərhum şairəmiz İsa bəyimin "Sənsən ən böyük əsgər, Ali Baş Komutanı" şeirini səsləndirəcək. Azərbaycanın işğal olunmuş torpaqları azad olacaq. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq, öz torpaqlarının sahibi olacaqdır. Tapşırıq yerinə yetirildi. Mərzu edir Ali Başkomandan İlham Əliyev. Sən sultanlar sultanı, sən şahların şahısan. Sən vətənin namusu, xalqın ümidgahısan. Hər küçənin, hər evin sonuncu pənahısan. Sənsən ən böyük əsgər, Ali Baş Komandanı. Baxın bu Türk qanıdır, döyüş yalnız qələbə.
kürsülərdən şərtlə danış. Barış, yalnız qələbə, dostla barış, düşmənlə savaş, yalnız qələbə. Sən ən böyük əskər, Ali Baş Komandanı. Allah bu vaxtında gəlib sıxdı bu lazım. Türkiyənin əlini öpüb sıxdı bu lazım. Şərqə qərbə kəst verib, qəfil çatdı bu lazım. Sən ən böyük əskər, Ali Baş Komandanı. İndi bizə hər şutbul, hər zarafat yaraşır. Xalq illərlə çəkdiyi küskünlüklə barışır. İgidlər bayraq üstə bəhsə yarışır. Azərbaycan